Rəhimzadə Nuray. 619 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. Məncə, müəllim olmaq, uşaqlarla öz təcrübələrini bölüşmək və biliklərini paylaşmaqdır. Məhz riyaziyyat seçməyimin səbəbi isə bir çox uşağın riyaziyyatda çətinlik çəkməsidir. Mən bunun qarşısını alaraq onlara həm motivasiya, həm də öyrənməyi sevdirməyə çalışmalıyam. Məncə, müəllim olmaq sadəcə biliklərini paylaşmaqla deyil, eyni zamanda səbirli və anlayışlı olmaqla da önə çıxır. Salam, mən Əsədzadə Aytən. 2025-ci ildə keçirilən qəbul imtahanından 601.5 bal yığaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika Rəqəmsal Bacarıqlar müəllimliyi ixtisasına daxil olmuşam. Bu ixtisası seçmə səbəbim kiçik yaşlarımdan müəllimliyin uşaqlıq arzum olması idi. Həm də riyaziyyata mən uşaqlıqdan xüsusi maraq göstərmişəm. İnformatika isə mənim yuxarı sinifləri keçdikcə xüsusi diqqətimi cəlb etmişdir. Mənim uşaqlara tövsiyəm ondan ibarətdir ki, çox çalışsınlar, daim öz üzərlərində işləsinlər və mütaliə etməyi bacarsınlar. Mən Əhmədli Aysun 607.7 balla Pedaqoji Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına tədris ingiliscəsinə daxil olmuşam. Oxuduğum müəssisəni qırmızı attestatla və eləcə də bir çox fərqlənmələrlə bitirmişəm. Müəllimliyə gəldikdə isə müəllimlik mənim ən böyük arzularımdan biri, eləcə də uşaqlıq xəyallarımdan biri olub. Və mən fikirləşirəm ki, gələcəkdə vətənimə layiqli müəllimlərdən biri olacağam. Öz peşəmi, vəzifəmi layiqincə yerinə yetirəcəyimə inanıram və sizə də tövsiyəm odur ki, öz xəyallarınızın ardınca getməyi bacarın və xəyallarınız uğrunda mübarizə aparın.